Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Qusarda məktəbliləri maşın vurub. Xəbər verilir ki, hərəkətdə olan avtomobil yola keçmək istəyən iki məktəbli qızı vurub. Hadisə nəticəsində məktəblər 2009-cu il təvəllüdlü və 2010-cu il təvəllüdlü şəxslər müxtəlif dərəcəli xəsarətlər ilə xəstəxanaya aparılıblar. Hadisə ilə bağlı araşdırma aparılır. Allah şəfa versin. Cəlilabadda piyadanı avtomobil vurub. Xəbər verilir ki, hadisə rayonunun Bədirli kəndində baş verib. Babaxanlı kənd sakini Ehtiramov Ehtiram qeyd ki, açıq şərtidir. Onun idarə etdiyi avtomobillə Bədirli kəndindən olan digər şəxs Əliyev Vidadi Neymətullah oğlunu avtomobil vurub. Hadisə nəticəsində xəsarətlanan şəxs təcil tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Yaralının vəziyyətinin ağırlığı bildirilir. Faktla bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır. Qeyd edək ki, avtomobili idarə edən şəxs Babaxanlı kənd orta məktəbinin direktoru vəzifəsində çalışır.